Ruslan Eyübovun bağındakı hovuzun cəmi 10 sotdan yuxarı olub. Hələ bunun hovuzu 10 sotdan yuxarı. Ay kişi, bu neyinib? Dəniz yaradıb, neyinib? Google Maps-dan bağın ölçüləri eni 136 metr, uzunluğu 374 metrdir. Bu da bağ evinin 5,8 hektar ərazini əhatə etdiyini ortaya qoyur. 10 hektarı onun istehsal yeri olub da. 10 hektar sahənin nə məqsədlə ayrıldığı, hansı məqsədləri hər halda mövcud olduğu isə açıq sual olaraq qalır. İndi bu ortaba başı, yekə, Azərbaycana qarşı qəsd fiqurunun evidir və əməlləri bundan böyüklərinin gör nələri var. İndi onlar da çıxanda insanlarımız deyəcək, bu Azərbaycan bu günə kimi yaşayıbsa böyük şeydir. Bu qüvvələr dövlət qurumlarından vergidən, gömrüklənmədən həmişə gizləniblər. Qardaşı da işdən çıxarılanda və o Hovsan gömrüyündə və sınır qoşunlarının əməkdaşları da həbs olunanda, eyni zamanda gəmi kapitanları da bilirsə həbs olunub, ayrı-ayrı görevli insanlar həbs olunub. Bundan xəbər verir ki, burada daha ciddi əməliyyatlar gerçəkləşdirilib dövlətin əleyhinə və dövlətdən kənar. Bunlar bu əməliyyatları paralel dövlətin nəzarətində, himayəsində həyata keçiriblər. Onlar Azərbaycan dövlətindən yayınsalar da, anayasal dövlətdən yayınsalar da, Ramiz Mehdiyev dövlətinə vergi veriblər. Bunlar xalqın cibinə gələcək, xeyrinə gələcək, ayrı-ayrı proseslərdə iştirak eləməyiblər. Eyni zamanda qanuni dövlətin vergisindən yayınmaqla həm də Azərbaycan bazarının nizamsızlaşmasına xidmət eləyiblər. Onların gətirdiyi mallar rüsum verməyiblər. Ayrı-ayrı qiymətlərlə özləri Azərbaycan bazarına mallar soxduqlarına görə o bazarlar Azərbaycanda bazar münasibətlərini də dağıdıb. İqtisadiyyatımıza böyük zərbə vurub. Düşünün ki, Azərbaycan gömrüyündə bir ildə 8 milyard Azərbaycan dövlətinə vergi ödənməlidirsə, ödənib 3 milyard. 5 miljardı yeyilib. Bu, həm də bilirsiniz, rüşvət mexanizmində belə olub. Xatırlayırsınız ki, hələ keçmiş gömrükçü Səfərov idi, eləmi? Bəli. O işdən çıxarılanda yeni gələn nazir bir dənə hesabat... Səfər Mehdiyev. Səfər Mehdiyev. Səfər Mehdiyev. Bir açıqlama verdi. İyun ayının ortaları idi. Yarım il ərzində 4 milyarda yaxın dövlət büdcəsinə vergi verdiklərini dedi. Halbuki ondan öncəki illərdə bir ildə cəmi 3 milyard ödəniş olmuşdu. İndi düşünün ki, vergi sistemi necə olub? Gömrükdə elə olubsa. Dövlət də nə ilə yaşayır? Vergi ilə. Dövlətin gücü vergilərdədir. O vergilərin də %60-ı artıq bunlar tərəfindən uğurlanıbsa, o uğurlanan verginin də %30-u Ramiz Mehdiyev dövlətinin büdcəsinə gedibsə, qalan 30-u da bunların cibinə gedib. Bəli. Və bunlar da böyük bizneslər qurublar, saraylar tikiblər. Və təbii ki, o saray deyil, mən hesab edirəm ki, o paralel dövlətin gömrük komitəsi olub. Tək gömrük komitəsi yox, eyni zamanda bəlkə də maliyyə sektorunun kurasiyası oradan gerçəkləşib. O da gələcəkdə araşdırılacaq. Amma sadəcə onu bildirmək istəyirəm ki, artıq Azərbaycan dövlətinin iradəsinin qarşısında tab gətirəcək heç bir gücü yoxdur. Mən hesab edirəm ki, bugün General Beylər Eyübovun özü də prezidentin bu atdığı addımlara dəstək verib bir açıqlama verəcək ki, bəli, baxmayaraq mənim qardaşım oğludur, cinayət elib hökmən bu cinayətin qarşılığını, cəzasını ödəməklə çəkməlidir.